Mən də Azərbaycan vətəndaşıyam, mən də Azərbaycanlıyam, mən də müsəlmanam. Allahı sevirik, məscidi sevirik, dövləti sevirik. Biz də xalq üçün yaşayırıq. 75 yaşım var mənim. Sabahsızın, elmin, təhsilin nə olduğunu mən anlayıram, başa düşürəm ki, mən elə bir səviyyədə onu dedim ki, hər bir adam onu başa düşdü. Bilirsən, bugün İranla çox böyük əlaqələrim var. İranda hansı proseslər baş gedir və Azərbaycanda da hansı dindən istifadə ediblər, terrorlar həyata keçiriblər. Yəni, bu gözümüzün qabağında olur. Biz də Azərbaycanın bir üzvüyük, cəmiyyətiyik. Amma son zamanlarda məni narahat edən odur ki, rayonlarda, kətlərdə sanki məscid tikməsi üstə yarışma gedir. Amma məktəb tamamilə unudulub, yaddan çıxıbdır. Məktəbləri o gün göstərir, salyarkan yandırırlar, istiliyi yox. Təmiri yox, pis vəziyyətlərdir. Bu iş adamlarına demək istəyirəm ki, siz düşünürsünüz ki, məscid tikəsiz, tarixdə qalasınız. Amma məktəb tikəsiz, yenə tarixdə qalasınız. Siz biraz yanaşmada məscidlə beraber məktəbi də, elmi də yaddan çıxartmayın. Gəlin belə bir danışaq, açıq danışaq. Bugün Azərbaycan xalqının, Azərbaycan milləti dünyada yevreylərdən də, ermənilərdən də çoxdur. Ancaq elmlə, təhsillə, Amerikanın siyasətinə təsir edə bilirlər. Mən istəyirəm Azərbaycan xalqı o qədər savadlı, o qədər təhsilli, bütün dünyanın hər yanına yayılsın və bizim də gələcəyimizin ancaq təhsilin, savadın əlindədir. Gəlin bugün açıq danışaq. Hər şey, müharibə də göydə gedir. Hamısı bu təhsilə bağlıdır, elmə bağlıdır. Mən alimləri də biraz qabartmışam, onları da yaddan çıxartmaq olmaz. Bizim də alimlər canlarını qoyur, çalışırlar, bəzən görürəm, yanıma gəlir, vəziyyətlərini görürəm, amma onlar da, onlar çox, dünyanın bəzi dövlətlərində Azərbaycan alimlərinin çox böyük uğurları var. Azərbaycandan gediblər. Lütfüdür, başqaları da var. Asiyada Ruslar, yəni onlara xidmət edirlər. Yəni, belə alimləri də əldən buraxmaq olmaz. Onları da biz önəmə çəkməliyik, qiymət verməliyik, qiymətləndirməliyik, yaxşı maaş verməliyik. Jurnalist olsun, istəyirsən diplomat olsun, deputat olsun, hər biri Azərbaycanın xeyrinə danışmalıdır. Azərbaycanı inkişaf elətdirən yoldan danışmalıdır. Bazı deputatlar gözü, İqbal müəllim heç tanımıram, görürsən, açıqlama verir ki, doğrudan da belə bir şey var. Bəzi deputatlar sanki istəyirlər ki, bunu asın, öldürün. Bilirsən, bəzi deputatlara sözüm odur ki, bunlar orada sözünü deyən deyil. İsmail bir iş adamıdır, sabahsız adamdır. Dediyi hökm deyil. Əgər mən səhv deyəcəmsə, siz deyin ki, məktəblər çığılır, molla məktəbində, hamı başını bağlısın. Yəni, siz qərarı qəbul edirsiniz. Mənim sözümdən qərar qəbul olunmur ki, bir belə düzdür, bir neçə deputat doğrudan da bildirdilər ki, mənim dediklərimdə biraz düzdür. Tam deyə bilməsəm də, fikirlərimi mən çatdıra bilməmişəm, amma yenə də deyirəm, məqsəd budur ki, elmə, təhsilə güc qoyaq. Mən özüm Azərbaycanda çox böyük məktəb bitirdim, artıq birinin cəzasını almışam, son zamanda da başlayacağım, o birinin də cəzasını almışam, birinin torpağı azadı, hər şey hazırda artıq başlayacağım. Amma mən həyatımda gördüyüm acı günlər sabahsızlığın bəhrəsi olubdur. Kaş mənim elmim, savadım az da olsa ayrı olardı. Bəlkə də mən heç Azərbaycanda olmazdı. Dünyanın bir harasındasa bir milyarder kimi yetişərdim. Çünki Allah Taala'nın mənə verdiyi çox güclü ağıl var. Amma savadın olmamasından çəkdiyim zülümləri mən istəmirəm bu millət çəksin. Bunu başqa cür yozmasınlar, başqa cür deməsinlər. Savadsız adamlar savadın qədrini bilir. Bəzi insanlar yazır, pozur, amma bilmirlər ki, bu savad olmayanlar adam bunlardan nə qədər zülüm çəkir, əziyyət çəkir, bir yerde yazan var, oxuyan var, onu oxutursan, bunu oxutursan. Yəni, ona görə də dediyimdə mənim həqiqət də var, bəlkə də səhvim də varsa, vallahi millət başlasın, savadsız adam var, insan səhvi də ola bilər. Mən dediyim Quran ayəsi deyil ki, mən öz fikrimi çatdırmaq, biraz o deyir, soyuq duş deyirlər, tökürsən ki, yəni insanlar ayılsın.
din bizimkidir, amma biraz elmə tərəf getmək daha mənim düşüncəmdir, daha yaxşıdır. Bilirsən, İranda dostlarım var, hamısı gəlmək istəyir Azərbaycana. O din dövləti onların başına elə oynatıbdır. Sizin xəbəriniz yoxdur. Mən çox böyük əlaqələrim var. Ağlayırlar. Mənim dediklərim budur. Millət, mən yoxdur, məni ilə odqallar, bəzi insanlar, sayda adamlar deyir, çoxu başa düşür deyir. Amma məni biraz xoşuma gəlməyən bəzi deputatların sanki elə çıxışları. Bir də mənim övladımın diplom olmasından biraz cəmaatın narazılıq var idi. Var mı övladlarınızın təhsili? Yox, mən deyim, gəl barədə danışaq. Mənim sözüm bilsən deyirəm, düzdür. Mən Misir müəllimdə çox xətrin silimi da danışmışdı. Azərbaycanda bir Sammarina yaratmışdılar. Bir nüşqap vardı, bir çəpiş gətirirdi, bir toyuq gətirirdi. Hər bir yoldan gedirdi, qiymətinə yazdı. Amma bu olubdur da, indi mənim nə üçün qınayırsınız ki? Yəni, gəlin dilimizi kəsəyin. Heç kəs deməsin. Deyək ki, mən durub deyərəm ki, Azərbaycandan təhsillər uşaqları mənimkilərdir, alimdir, professordur. Onda deyəsiniz, İsfəndiyar lovğalanır. Açıq həqiqəti, düz təbii demək lazımdır ki, bizə bunları sırıyıblar, bəli, eləyiblər. Vaxt zaman getdikcə, bugünkü gün, bəli, artıq təhsildə də çox böyük dönüşlər var. Amma yenə də bəlkə mənim üstümə düşəcəklər, məni qane eləmir. Uşaqlarınızın təhsilsizliyi də sizi narahat eləyib, eləmi? Çox, çox. Düzdür, mühit, adam. Mən də şükür Allah, nəvəmin ikisi orta məktəbində bir stasyon olduqlar. Oradan gəliblər. Siz təsəvvür eləyin ki, mənim savadsızlığımın nəticəsi nədir ki, mənim nəvəm bir ilə yaxında gəlibdi. Siz təsəvvür eləyin ki, cəmi 2 nəfər hamı or qoymuş. Çünki mənim savadımın olmamasından şirkətin gəlirinin 80%-ni uğrayıblar. Bu da savadsızlıq. Nə qədər ziyan dəyib sizə? Milyonlarla. Milyonlarla. Bir rəqiblər, yəni bilirsən nə dərdi, hamısı savadlı adamlar olur, mən savadsız olmuşam. Kompüter bilmirəm, baxamamışam, istədikləri qədər razılaşıblar, bölüblər, yeyiblər, yəni bax, bilirsiniz. Ona görə mən özüm görürəm, bunu zülmü çəkmişəm. Yəni, bəzi mənim kimi insanlara demək istəyirəm ki, bəzi deputatlara da demək istəyirəm ki, bunu əlinizdə şüar tutmayın. Siz deyə bilərsiniz ki, orada alırsa qalırsan. Yəni, hamısın məktəblər məsədir eləyək. Mən nə deyə bilərəm ki? Mən indi bir iş adamıyam. Mən düşüncəm, ağlım, danışığım bu tərzdə olubdur. Amma mənim üstümü xahiş edirəm gəlməyin. Yəni, bilirsiniz nə tərdir? Məni bu səviyyə çatıran da sizsiniz. Bəlkə də hər şey yaxşı olsa, heç mən bu vəziyyət çatmaz. Məsəflərim pozulmaz. Bura qədər. İsfəndiyar müəllim, dediniz ki, məktəb tikəcəksiniz, 2 dənə məktəb şəhərdə tikiləcək. Bəli, Əhməddə də bir dənəsi deməli, bütün hər yandan keçibdir, torpağı ayrılıbdır. Bir aya, 2 aya tamamilə başlayırıq. O bir də Hövstonda böyük bir kompleksi var, orada böyük məktəbi baxacağız. Hər ikisində hətta mənim fikrimdə odur ki, xaricdən ən savadlı alimləri gətirim orada dəstəsin ki, bilirsən, mən düşünürəm ki, məscid də tikə bilərəm. Amma məscidin bizə verdiyi nə olacaq onu bilmirəm. Amma məktəbin nə verəcəyini mən başa düşürəm. İnsanlar başa düşməlidir ki, düzdür, ibadət yeridir. Evdə də ibadət edə bilərsən. Amma məktəb təhsil olmasa, bizim millətin gələcəyi yoxdur. Mən bunu deyirəm. İndi kimə xoş gəlir? Mən belə düşünürəm. Bu mənim baxışımdır. Mənim dediyim hökm deyil ki, Quran ayəsi deyil ki, mənim də insanım, səhvim olar. Bəlkə heç təhsil lazım deyil, hərə bir cür başa düşür. Hafiz müəllim bir neçə gün öncə ondan məndən armatur, beton, müxtəlif şeylər istəyir, yazıb. Yox deyəndən sonra da daraşıb, sanki bilirsən, bir insan ki, TikTokla dolanacaq. Ondan nə gözləyəcək? Elə adamların danışmağı qadağan olmalıdır. Ağzına gələni, Kamaşkovun ailəsi var, insandır, çoban da ailədir, Peyğəmbərlərimizin çobanı olubdur. Demək, onu deyək ki, bu insanı öldürmək lazımdır. Sənin danışığın nədir? Sənin sözü özü idarə edə bilmirsən, o da gələn nəcəli çağırdırsan, düşünmədən. Sən özə nə qiymət verirsən ki? Sən kimsən ki, mənim haqqımda danışsan, mənə qiymət verirsən? Sən mən səviyyədə olan bir insan deyilsən, ha? İstəkləri nə olub sizdən? Beton, armatur, müxtəlif inşaat materialları demişim, verməyəcəm. Sən danışığı düzəltmirsən, danışa bilmirsən, insanları ona görə təhqir edir, ona görə ondan sonra da başlayıb belə bir şeylər. Yəni, son zamanda olan şeydir. Yəni, belə insanların bizən iradəsi yox. Yəni, belə, nə demək onlar?